Hər kəsə salam, necəsiz? Əslində bu kanal açanda bir məqsədim var idi. O da gələcəkdəki özümə xatirələr saxlamaq. Bir gün geri dönüb baxanda nələr eləmişəm, hansı yollardan keçmişəm, necə qərarlar qəbul eləmişəm, unutmayım deyə. Və 2026-cı il başlayanda da özümə bir söz vermişdim ki, bu il mənim ilim olacaq. Xoşbəxt idim. Əslində hələ də xoşbəxtəm. Amma imtahanlar, kurslar, bitmək bilməyən təlimlər ki, bunları bilə-istəyə özüm seçmişəm və bundan məmnunam. Amma bir qədər də qaçışlardır və həmin bu qaçışlarda beynimi müharibə meydanına çevirmişdi. Uzun müddətdir bu, yəni səs-küy məni tükəndirir. Hər səhər eyni sualla oyanıram ki, yenə oyandıq, qaçırıq, yenə hara qaçacağıq, yenə nələr var, yenə hansı məsuliyyətlər var və sair kimi bu tip depressiv suallar və düşüncələr. Sonra bir anlıq dayandım. Bir anlıq dayandımda təxminən təkamül eləyir bütün bir aprel ayına. Bütün bir aprel ayı mən belə qara düşüncələrlə gəzmişəm ki, neynəməliyəm ki, bu vəziyyətdən qurtula bilim. Sonra hər şeyi qaydasına salmaq üçün oturanda bazar gününə təsadüf edirdi və xəritədəmi və təqvimdə baxanda gördüm ki, tamda 21 günüm var. Bir vərdişi End of mənimsəmək üçün flashback. o məşhur ideal rəqəm var qarşımda. Təsadüflərə inanmıram və bunun bir işarə olduğunu düşündüm bu qədər qara-qara düşünəndən sonra təbii ki. Və, beyin bir hadisəni başqası ilə çox rahat bağladığı üçün anidən bunu atomik vərdişlərdə çox bəyəndiyim bir hissə ilə assosiasiya elədi. Həmin hissədə deyilir ki, hədəfləri tamamilə unudub. Sadəcə sistemə fokuslansaz, yenə də uğur qazanardınızmı? Məsələn, bir basketbol məşqçisi düşünün, çempionluğu yox, hər gün komandasının məşqinə köklənir. Nəticə alarmıydı? Sonra da müəllif qeyd edir ki, məncə alardı. Və mən də elə eləmək qərarına gəldim. Bu 21 günlük sınaq müddətində nə fit olmaq, nə ideal qidalanmaq, nə də hər kəsi heyran eləyən nəticələr toplamaq kimi bir hədəfim yoxdur. Mənim məqsədim heç vaxt Flashback. insanların mənə heyran olması olmayıb onsuz da. Sadəcə, davranışlarıma baxanda sanki özümü sübut eləmək istəyirəm və birinci özümə sübut eləmək istəyirəm ki, yox orda nəticə 30-dursa sən 35 eləyərsən, nə bilim tərəzidə rəqəm budursa sən bunu da eləyərsən. Niyə bu qədər yüksək hədəflər qoyursan axı özünə? Yəni yüksək hədəflər qoymaq pis deyil təbii ki, amma normanı gözləmək lazımdır. O ortadakı qızıl ortanı tapmaq lazımdır. Və End of məqsədim flashback. burada, ya mənim dərdim ayrı şeydir bu səfər. Bu səfər dərdim odur ki, amigdala sakitləşsin. Çünki amigdala o bütün o təşvişli düşüncələr oradan gəlir və bizə lazımdır birinci oranı susturmağı bacarmaq. Ona görə də yuxudan duran kimi ilk iş yerimi yığıram. Əgər şkafdan paltar götürəmsə, mən çox tənbələm, o qapını örtmək belə məni yorur. Ona görə şkafın qapısını örtürəm, aksesuarlarımı səliqəsi ilə qabına qoyub yerinə qoyuram. Yemək sifariş edə biləcəyim bütün tətbiqləri silmişəm. Əslində bu xırda mənfilikləri qaydasına qoyanda mən özümü yerinə oturdururam. Yəni bütün o daşlar yerinə yığılır. Lazım olan yerə yarım saat tez çatsam belə içimdə bir tələskənlik var. Mən qaçıram, daimi qaçıram. Və yenə o bayaqkı assosiasiyadan çox bəyəndiyim bir cizgi filmi var. Adı Souldur. Sizə də baxmağı məsləhət görürəm. Orada deyir ki, həyat bəzən sadəcə nəfəs almaqdan ibarətdir. Yəni cizgi filmin əsas ideyası budur. Niyə durub nəfəs almırsan? Hər dəfə bunu özümə təkrarladıram, hər dəfə bunu özüm unuduram. Və bu səfər unutmamaq üçün əlimdən gələn hər şeyi edirəm. Hər sabah oyanmamaq üçün ola bilər ki, beynimin milyon dənə bəhanəsi olsun və hamısında haqlıdır çünki mən gec yatıram, daha doğrusu az yatıram. Amma yenə də ona fürsət verməmək üçün bu səfər əlimdən gələni eləyirəm. Məsələn, pərdənin işığını, yəni daha yaxşı verməsi üçün pərdəni açıq saxlayıram. Çünki günəş işığın insanı xoşbəxt edici hormonlar oyatdığını öyrənmişdim hardansa. Qoy məni də xoşbəxt eləsin. Və ümid edirəm ki, bu qədər kiçik şeyləri özümə dərd elədiyim üçün gələcəkdəki mən bu videoya baxanda sadəcə gülümsəyib yoluna davam eləməyi bacaran biri olacaq və əgər sağlamıqsa, həyat davam edir və hər zaman çıxış yolu vardır. Ona görə bu günlük sizlə bölüşmək istədiklərim və özümə demək istədiklərim bunlar idi. Sağ olun, görüşənədək.